Yaxşıdır. Verin getsin. Oldu. Atamdır. Həm daxili, həm də xarici turları yüksək səviyyədə təşkil edən böyük bir turizm şirkətinin rəhbəridir. İqtisadçıdır. Dünya birjasını yaxından izləyir. Anamdır. Öz klinikası və bir neçə şirkəti var. Tibb sahəsindəki yenilikləri ilə bağlı nəinki yerli, dünya mətbuatında da məqalələr yazılıb, sujetlər hazırlanıb. Əsas ideya Kubrikin özündən gəlib. Nə olsun Kubrickdən gəlmişdi. Amma bu Stephen King'in əsəridir. Əzizim, bax orada... Atam Kubrick, Bergman, anamsa Kiarostami, Kurosawa filmlərini təkrar izləyərlər. Amma məsələn, bax Akira Kurosawa Shakespeare-i, Gorkini ekranlaşdırarkən Hər dəfə bir yenilik tapıb müzakirə, hətta mübahisə eləyərlər. müəllif kinosudur, ekranlaşdırmadır. Və Cəmi bir məsələdə həmfikirdirlər. Avalar, nə vaxt vaxt tərpənirsən? Birdən gedib xaricdən qız alarsan ha. Elə eləmə ya. Vandamı görürsən? Demişdi oğluna git Azərbaycandan qız al, o da aldı. Gül kimi ailə qurublar. Bildin? Anamdır. Əmimin qudasının atasının 95 yaşında ölməsinə görə belə ağlayır. Niyə? Məni onun nəvəsinə vermək istəyir. Yəni bir çox yaxşı yerdən olan oğlana vermək istəyir. Biri də odur. 2 gündür boğazımdan neşine geçin. Dedi ki ben tapşırdın kendine. Hər toy onun üçün faciədir. Həm də fürsət. Hər toyda mənə namizəd tapmaq üçün gəlinlə bəydən də çox şəkil alır. Evə albomlarla gəlir. Bibimdir. Tək təskinlik tapdığım insandır. Pozitivliyinə görə yox, evdə qaldığına görə. Anamla qohumların toy diskinə hamıdan çox baxıb. Sakla. Korktum ki. Bunu da qeydilə. Qızları neynə? Ver biraz qabağa da. Rədd ol be, dingildir elə ya. Bu nişanlıdır da. Onu istəmirəm. Anamın getmədiyi ocaq, yaxınlaşmadığı falçı, sürtmədiyi yağ, bağlamadığı qıfıl qalmayıb. Səni elə bağlayayım ki, görüm o qapıdan çıxa bilirsən. Əvvəl mənim qızım, sonra da sən. Surprise! Hoppi! Neyinisən xala? Sevgilimlə əhd eləmişik. Ay, sən əhd peyman bağlayan vaxtındır. Sənin sevgilinlə oturub danışan vaxtındır. Sənin tayların nəvə keçirdir. Sənin tayların oturub qeybət edir parkda padruqalarla ki, gəlinim pis pişirdi, kürəkənim gec gəldi. Gec işinlə məşğul, cəmaat burada toy edir, burada əhd peyman bağlayır. Bu il mütləq gedəcək. Qazanalım, əsəbləşmə. Bunun qızı yaman pintidir. Bunun qızının bir zivili var ki, ərə getmir, yoxsa çoxdan getmişdi. Ay. Universitet illərində ailəm bankrot olmuşdu. Dost bildiklərim hamısı yoxa çıxmışdı. Hə, necədir işlər? Yaxşıdır, çox şükür. Siz necəsiniz Tomla? Necə getdiniz? Yanımda isə cəmi 2 dostum qalmışdı. Onlardan biri Vüsaldır. Şirkətimizin tur operatorudur. Onunla mən bir çox tanınmış elm adamlarının iştirakı ilə keçirilən konferanslara görə Bakıda deyildik. Yəni bizdə də görüşlər, kontraktlar var. Mən sizə hamısını mail-a Çox savadlıdır, cəlddir, vəziyyətdən çıxandır. Kələ Asif gəlsin, divjeni eləyək, toya tikədən, lülədən löp-löp, yeyə, ajından qırıldıq. Bir dənə danışığını itirmək olmaya, bir də risovqalıq. O biri dostum Asif. Ona elə gəlir ki, sol çiynindən baxanda çox yaraşıqlı olur. Yəni, hər şeyi əldə edə bilər. Hətta DiCaprio da onun əlinə su tökə bilməz. Amma xəbəri yoxdur ki, bizə baxan maksimum küçük əmrahdır. Asif şirkətimizdə sürücü işləyir. Biz burada olmayanda ildırım sürəti ilə özünə qız tapıb, nişanlanıb toyudu. Xoş gəlmiş orada. Gəlin, gözləyir. Ürəklərini tanımasaydım, zarafatlarını qəbul eləməzdim. Nə yalan deyim, arada mən də onların tempinə düşürəm. Mən nə qalmayı, ağzının danışığını bu bilmir, abunat mən də. Fikirləşirəm ki, insanlar fərqli olduğu kimi, evliliklər də fərqli olmalıdır. Amma eyni cür deyil. Biri qohumla evlənər, biri dostuyla, biri ata məsləhəti ilə. Bunlar çox normaldır. Hamının fikrinə hörmət edirəm. Amma mən bunu istəmirəm axı həyatdan. Mənə görə sevgi restoranda deyil ki, sifarişdən olsun. Hayır Ruslan, gizləməyib ki, şəhərdən uzaqlaşdırır. Sən elə orada da aləm dəyətdi bir-birinə, təxminə padurqasçının evindən çıxır.
Toya da çatmayacaq. Mən ömkə qaydaq ki, yaxşı ərə də. Murat, astorajla sürə, indi pomidora dönəcəyik. Mənə elə gəlir ki, o təbiət kimidir. Qəfil gözünü yumarsan, açarsan, çiçəkləri qabağına çıxıb. Ağzını da açığın bilmədin də sən. Bəlkə də o gül indi açıb. Külək onu mənə tərəf gətirir. Dus da. Elə bu dəqiqə, Demədim sus. bu an, Mumla. indi. Bu sən bəd ağzıva nə deyim mən? Normaldir hər şey, narahat olmayın. Çox sağ ol. Həmişə sual verirsiniz ki, bu studiyanın işıqları hardan vurur? Biz çatdırmayacaq, Mən geyib çatamayacağam toya. Cəmaat da deyir ki, yəqin qız alladır. Sən ölsə bax bax sorucu bütün saytları mən göstər. Sən də belə böyük adamsan axı. Yo, Telegramdakı bütün ifşa səhifələri səni göstərəcək. Saat artıq 15 Hacı, ciddi. Aeroport yolunda bir dənə qəza baş verib. Bilməm qəzadan sizə danışmaq istəyirəm. Deməli toya gedişən bəy və bəyin Dostları, tazə bəyin dostları, toy günüdür, əl çalın. Zap, zap. Zap. Bax bunu deməmiş. Bunlar düşüblər avtoqəzaya. Mən o sürücüyə buradan müraciət eləmək istəyirəm. Tifil. Bu kimdir? Nə bilim mən. Sən kimsən ki? Sən bir avtoşluq eləyirsən. Sən nə maşını iki təkərə qaldırırsan. Sən sabahın toyuna Siz də bağışlayın da məni. Başınıza iş açdım. Sən özün haranın tulasısan axı. Ay, Söndürdü onu da. Mən bu bilmirəm, bu mənim kimi. aparıcı sənə Biriniz gedin Marliyə türündə. Çıxaq gedək buradan da. Ay sınmış lapatka sapı. ay öküz yumurtası, ay sincap qulağı, ay Bildirsin dimdiyi, mən bilmirəm sən nə deyim. Sən kimsən cəmaatın toyunda sən qan salırsan. Söndürdü onu. Sönmür də. Sən kimsən axı? Mən elə bilirsiniz ki, belə şeydən sonra mən deyiliş apara bilirəm. Mənim də bütün həvəsim ölür, təmiz ölür ha. bundan sonra bax bitdi hər şey. Bundan sonra da belə öz payıma deyirəm. Veriliş yaparan elə ata-batasına lənət olsun. Və salam işte bax, bu qurtardıq. Bəli. Qaldığımız yerdən davam edirik hal-hazırda və növbəti xəbəri sizin nəzərinizə çatdırmaq istəyirəm. Mənim çox sınaqlardan uzaq çıxmış iki rəfiqəm var. Onlardan biri heç nəyi bəyənməyən, gözü yüksəklərdə olan prodüser Şahnisədir. O biri isə meyxanaçı ailəsində doğulan, bəstəkar olan Təxminədir. Dəqiq də parixmaxırınıza nəsə olub. Yoxsa mənim gözümün qabağında bəzənirsiniz ki, mənə acıq verəsiniz. Sən niyə acıq verəyə? İt aparan olsun, it aparan olsun, it aparan olsun. Heç nə olmadı. Bax gör. Yox. Bugün üçümüz üçün də gözəl gündür. Təxminənin toyudur. Elə də həyəcanlanırsınız ki, elə bir ki, ministrin oğlu gələcək. Ujus. Zaten mən evdə qalmamışam. Ay qız. Ağzımın danışığın bil. Əcəl səndən nə istədi? Ciyərim. Məcbur qalmadıqca C hərfini istifadə eləmə. Yaxşı canım bacım. Ruslan yaxını kim idi? Mən. Xanımlar, başa düşdüm, qohumsuz, əqrəbasız. Bəs sevgilisi kimdir? Mən də. Mən. Necə yəni? Mənəmi? Məndə şəkilləri var. Ruslan deyil. O dialoq.